Değerli izleyicilerim, Allah'ın salamı olsun sizlere. İlk növbədə bunu deyim ki, bu ev çox qalmayacaq. Qanuni 2 otaq, 70 kvadrat, kupçalı, ipotekaya da yararlı. Mətbəx hissəsindən başlamağımın səbəbi odur ki, əksərən izləyicilərim deyir ki, mətbəxi ayrı olsun. Bax, odur. Qanuni 2 otaq, 70 kvadrat, mətbəx ayrı. Bax, hamısı ev sıfırdır. Evdə yaşayış olmayıb. Mətbəx hissəsindən balkonumuza da çıxışımız var. Bax, kombi sistemidir, bax, qazıdır. Hamısı uğraşdırılıb. İstilik sistemi mənzilimizə kombidir. Gedək Kərbəla, o biri otaqlarımızı izləyicilərimizə göstərək. Bura giriş hissəmizdir. Zəhmət olmasa ora keç, giriş hissəsini izləyicilərimə tam şəkildə göstərək. Bax, belə geniş giriş hissəsi var. Qapısı zaddır, bax, hamısı təzə, özdə bahalı qapı, bunker qapı qoyulub. Burada bizim sağda belə geniş hamam, sanuzelimizdir. Özdə qiymətdə çox gözəl qiymətdir. Deyim qiyməti, cəmi cümlətanı 100.000 manat. 100.000 manat, 10 dənə paçkanı var, belə 100'lük götür gəl, bu evi götür, aformatel və kupçalı, götür get. Bu bizim ikinci bir yataq otağımız. Yataq otağından da Kərbəlayı var, balkona çıxışımız var. 10 dənə paçkan elə dedim, elə bil ki, az puldur. Bizim üçün böyük puldur. Allah qismət eləsin inşallah cəm arzusunda olanlara. Burada bizim Kərbəlayı belə bir geniş qonaq otağımızdır. Cəmi cümlətanı 70 kvadrat, 100.000 manata kupçalı. Mərtəbəsi də gözəl mərtəbə. Xırdalanda Abşeron Gənclər şəhərciyində. Düz yolun qırağında. Allah alanı da, satanı da xeyir versin inşallah. 114 əmlak olaraq hər birinizin xidmətindəyik. Allahın amanı olsun.